Hamını salamlayıram. Biz Əlövsət Quliyev küçəsi 36'dayıq. Oktyabrın 16'sı 2025-ci ildir. Bax, belə bir məlumat yayıldı ki, o tarixi bina, yəni nə vaxtsa reyestrdə olan bina indi söküləcək. Yəni köçürdüblər buradan əhalini. İndi də dağıtmaq istəyirlər bu binanı. Bilmirəm, bu dövlət qurumları hansı ki tarixi binaları aşkar edib reyestrə əlavə etməlidir. Olan binaları da qoruyub saxlamalıdır. Əksinə, əks istiqamətdə işləyir proses. Bu cür binanı dağıtmaq olar. Biz memarlar binanın dağıdılmasına qarşı çıxırıq, əleyhinəyik. Bu şəhərin mədəniyyətidir, şəhərin tarixidir, qalmalıdır. Mütləq bu bina saxlanılmalıdır. Və yenidən reyestrə qaytarılmalıdır.